Kod yaz, problemi həll et. İdeyanı yarat, gələcəyini qur. Milli hakatona qoşul, sən də qalib ol. Düşün, Yarat, qalib ol. Hakaton yarışı haqqında bizə ilk məlumatı informatika dərsində Əfsanə müəllim vermişdi. Bu məlumatlar bizim üçün çox maraqlı oldu və sinif yoldaşlarımız da belə qərara gəldik ki, bu yarışa biz də qoşulaq. Elə sinif yoldaşım da dediyi kimi, biz bu yarış sayəsində IT bacarıqlarımızı yoxlamaq və təkmilləşdirmək istəyirik. Bizim məktəbdə rəqəmsal bacarıqlar layihəsi tətbiq olunur və biz hakaton yarışına birbaşa qoşulma şansı əldə edirik. Biz bu hakaton yarışında komandamızın qalib gələcəyinə inanırıq və biliklərimizi möhkəmləndiririk. Hər kəsə uğurlar.